Burada da yüklenirik. Salam aleyküm əziz fermerlərimiz, hər birinizi Xaçmaz Bağçılığın təsərrüfatından salamlayırıq. Burada gördüyünüz kimi çeşidlərimizi Gizella 6 üzərində olan çeşidlərimizi hal-hazırda fermerimizə təhvil vermək üçün hazırlıq gedir. Sabah təhvil veriləcək. İndi hal-hazırda burada paketlənmişdi ərazidə. Bundan qabaq paketlərin ümumiyyətlə hazır çıxarılır, traktorla çıxarılır. Bu prosesi biz sizə göstərmişdik. İndi isə bu cür paketlənmiş tinglərimizi, ideal tinglərdir gördüyünüz kimi, maşına yüklənmə prosesidir. Ümumiyyətlə fermerlərimizdən diqqətinə çatdırım ki, sifarişləri verəndə öncədən vermək lazımdır. Məsəl üçün, payızda siz ting alacaqsınızsa bunu öncədən məlumatını verib, belə deyim ki, artıq iyun ayından bu sifarişini verməlisiniz ki, biz də bilək ki, hansı sayda kimə, hansı fermerə məhsul verməliyik. Hər kəsin işlərində uğurlar. İnşallah ki, daha gözəl layihələrdə, daha gözəl işlərdə görüşək. Bu ilin ting satışları ilə bağlı çox video paylaşmadıq. Sadəcə olaraq 1-2 video paylaşacağıq. Bu ildəki ümumi sezon olaraq şükürlər olsun ki, gözəl bir nəticələr götürdük. Hər şey qaydasında idi. İnşallah ki, fermerlərimiz üçün də artıq bir aya demək olar ki, meyvə yığımı başlayır. Fermerlərimiz üçün də uğurlu bir il, gözəl bir il olar. Bol məhsullu bir il olar inşallah ki. Hər kəs işlərində uğurlar. Hələ hal-hazırda ölkə daxili bu ting satışlarını eləyirik. Xaçmaz Bağçılıq olaraq da amalımız, istəyimiz odur ki, inşallah ki, belə deyim, ölkə xaricinə də bu ting satışlarını həyata keçirək. Bir də hal-hazırda sifarişlərimiz, yəni buna mümkün deyil. Çünki artıq öz yerli fermerlərimizin tələbatlarını ödəməyə çalışırıq. Bəli ki, artıq bizim bütün fermerlərimiz öz ərazilərini əkdikdən sonra biz bunu xarici bazarda da inşallah Azərbaycan brendi olaraq çıxaracağıq. Məqsədimiz budur. Yəni Azərbaycanlı fermerlərin yetişdirdiyi məhsullar, istəyir calaqaltıları olsun, ting olsun və ya artıq ölkəmiz gübrə istehsalına da başlayıb, bütün dərmanları olsun. Hər birində heç bir ölkədən inanıram ki, geri qalmayacaq, daha keyfiyyətli yetişdirəcək fermerlərimiz biraz daha aktiv işləsə. Yəni biz bu il meyvə bazarlarında çəkilişlər eləmişdik. Düzdür, bu il mən xarici bazarlarda, meyvə bazarlarında istədiyi kimi çəkilişlər tam eləyə bilmədim. Bu ilin sezonunda inşallah ki, biz xarici ölkə səfərlərimiz də olacaq. Oradakı durumlar barədə, yəni ki, oradakı hal-hazırda görülən işlər barədə də paylaşımlar eləyəcəm. Xarici səfərlərimizin məqsədi odur ki, fermerlərimiz daha böyük bir pəncərədən, belə deyim ki, düşüncə tərzi ilə bu kənd təsərrüfatına yaxınlaşsınlar. Başqa ölkələrin fermerləri hansı işlər görürlər, onu görsünlər. Onları öz təsərrüfatlarında tətbiq eləməyə başlasınlar. İnanıram ki, hər kəs üçün uğurlu olacaq inşallah ki, önümüzdəki işlər və sezon. Hər kəsə uğurlar arzulayıram. Bugün həqiqətən gərgin bir gün olub, çox danışmışam deyənə tam fikrimi toparlayıb, nə qədər danışmaya çalışdımsa da yenə də üzürlü sayasız. Hər kəsin işlərində uğurlar arzulayıram, bütün fermerlərin. Gizella 6 üzərində olan tinglərimizi hal-hazırda təhvil veririk. Xeyirli olsun inşallah. Çeşidlər də hər çeşidin öz kraskası var. Gördüyünüz kimi qarışma olmasın deyənə. İndi hal-hazırda təhvili verilir.
görə həmişə sayıb təhvil vermək lazımdır. Əli qardaş, Lorensləri yüklədim, çeşidin hazırdır inşallah. Sipariş vermişdiniz ümumilikdə 1200, 1200'ü buradadır inşallah. Xeyirli olsun. Bu hansı peki? Mən bir sənə götürürəm, bağaca yerləşdirmək olsun. Salonu da boyda at bir dənə pulunu al, edirəm sizə. Soruşursan. Təzələ qələmdir. Götür oyunu yığ, maşın yanına. Dizella 6 cırlarımızdır. Orxan qardaşa verəcək. Bir dəqiqə vaxt yoxdur bunlar əkməyə. O əkəcək. Gabriyeller Valina var ha. Özlamta söyle. Gel. Ortamdan kurtardım. Hocam. Harika. Baktım yaxşı oldu. Əsəliqə nə yox? Üç tane de sarettamızı koymuşuq. Ümumi 50 dənə eləyir. Bu mobilisləri bərpa eləmək üçün. 24 dənə də Gabriel sınırların yerinə qoyuldu. 90 dənə də ki əlavə bilir. Xeyirli bərəkətli olsun. Xeyirli olsun inşallah. Oldu, xeyirli olsun. Amin. Xeyirli olsun. Onları da yükləyək, da.